Test üçün izahına baxaq. Xəyali bir sözün fonetik təhlilinə aid 2 məlumatımız var. Tərkibində qapalı sahit yoxdur. Tərkibindəki bütün samit səslərin qarşılığı var. Həmin söz haqqında hansı fikri əminliklə deyə bilərik? Elə bir söz yazaq ki, yəni tərkibində qapalı sahit olmasın, eyni zamanda tələffüz edərkən sonor samitlər, bir də l, m, n, r, bir də hey səsi olmasın tələffüzdə. Məsələn, nə yaza bilərik? Yazaq ki, bez yaza bilərik, bez. Halımıza gələn sözlər. Sonra bəyaz yaza bilərik. Hələ 2 dənə söz yazaq. Yəni, tərkibində qapalı sahit yoxdur və bütün samit səslərin qarşılığı var. Söz tək hecalı deyil. Bunu götürə bilərikmi? Təbii ki, yox. Çünki, məsələn, bez sözü tək hecalıdır və bu şərtlərin hər ikisini ödəyir. Demək, A bizim cavabımız ola bilməz. Sözün tərkibində M səsi yoxdur. Bunu əminliklə demək olar. Çünki bütün samit səslərin qarşılığı varsa, demək, M səsi yoxdur. Çünki M səsinin qarşılığı yoxdur, bilirik ki. Sonra söz ahəng qanununa tabidir. Məsələn, bəyaz sözü biri ə, incə, A qalın olduğu üçün bilirik ki, ahəng qanununa tabi deyil. Demək, bu da bizim cavabımız ola bilməz. Yəni, əminliklə deyə biləcəyimiz bir fikir deyil. Sonra, sözün yazılışında el hərfi yoxdur. Bunu, məsəl üçün, deyək ki, başqa bir söz yazaq. Məsələn, boğazla, kimisə boğazlamaq. Boğazla. Bu tələffüzdə necə olur? Boğazda, kimisə boğazda. L ilə yazılır, D ilə tələffüz olunur. Demək, bu da ola da bilər, olmaya da bilər. Yəni, əminliklə deyə biləcəyimiz bir fikir deyil. Ona görə də D-ni də çıxırıq. Düzgün cavabımız olacaq B variantı.